davam edirik. Vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən növbəti səyyar asan xidmət Laçın şəhərində təşkil edilib. Məlumata görə iyulun 30-una qədər vətəndaşlar şəxsiyyət vəsiqələri, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi kimi müxtəlif xidmətlərdən yararlana bilərlər. Səyyar asan xidmət Laçın şəhərində fəaliyyət göstərir. Ona görə də qərara gəldim ki, gəlim şəxsiyyət vəsiqəmi dəyişdirim. Gəldim, burada da yüksək səviyyədə səyyar asan xidmətin əməkdaşları məni qəbul etdi. İşğaldan azad olunmuş ərazilərimizdə Zəngilan Ağalı kəndində, Cəbrayıl rayonunda, Xankəndi şəhərində, Ağdərənin Talış kəndində 1500-ə yaxın vətəndaşımıza səyyar xidmət göstərilmişdir. Ümumiyyətlə, ümumilikdə səyyar asan xidmət avtobusları vasitəsilə 3 milyon 400 minə yaxın vətəndaşımıza səyyar xidmət təşkil edilmişdir.